Dünya bir xəbər gözləyirdi. İnsanlıq günəşi sonsuzluq üfüqündə qüruba inmiş, hər yanı zülmətə qərq etmiş, göy üzü tutqun və iri qara buludlarla örtülmüş, səmanı vahiməli bir uğultu bürümüşdür. İndicə göydən daşlar yağacaq, sanki cəmaatı qırıb çatacaq. Çadırlarda körpə yavrular, yamaqlı uşaqlar ağlaşır. Çirkli əlləri ilə üzlərini silir və yazıq-yazıq ətrafa boylanırlar. Analar ah nalə edir, qocalar zəif səslə sızıldaşır. Hər tərəf samanla yoğrulmuş palçıq divarlar. Lifli örtük şiddətli küləklə titrəşir, qəribə səslər çıxarır, nalə edirdi. Bu zülmət gecədə şiddətlə özünü o ev, bu evə çırpan qara külək ağuşunda qılınc cingiltisinə bənzər səslər də gətirir. Vahimə ilə uşaqların yetimliyi, anaların dul qalma xəbərini pıçıldayırdı. Amansız müharibələr, tökülən nahaq qanların səsi, sədası səmaları lərzəyə gətirirdi. Yer, göy, insanların cahilliyi, nadanlığı və zalımlığından cana doymuşdu. Əllər, dillər, gözlər, səslər səslərə qarışaraq həzin nəğmə, sızıltılı münacatla aləmlərin pərverdigarına doğru yüksəlir. Mələklər aləmini qəm-qüssəyə qərq edirdi. Bir xəbər gözlənilirdi. Onlar vəhşi heyvanları hürkütmüş, onları öz komalarına, yuvalarına sığınmağa məcbur etmişdi. Onlar çobudluq, sərtlik, qaniçənliklə bütün incəlikləri, zəiflikləri yerə gömmüş, xarı bülbülləri nizələrə sancmışdı. Bir xəbər gözlənilirdi. Onlar insan cildli heyvanlar idi. Fitrətin parlaq, gör ışığını taxta, daş kəsək, yazıq adamcıq bütlərlə qapamış, varlığını zülmətlərə qərq etmişdilər. Bir xəbər gözlənilirdi. Onlar məst edicilər içmək, döyüşmək, mənasız şeirlər söyləməklə ad qazanmışdılar. Onlar pakizə həyatı yadırğamış, vəhşilər misalı bulanıq sular, iyrənc yeməklərlə ömür sürürdülər. Bir xəbər gözlənilirdi. Onlar bəhanələrlə bir-birinin qanını tökür, ailəsini əsir götürürdü. Onlar bağışlamır, güzəştə getmir, kimsəyə hörmət etmirdilər. Onlar qız evladını ar bilir, onu ananın isti ağuşundan qoparır, məsum körpənin yazıq-yazıq, donuq-donuq baxmasına əhəmiyyət vermədən diri-diri torpağa. Böyük bir hadisə gözlənilirdi. Bir millət ki, bir-birinin haqqını görmür, kiçik, böyük bilmədən əhdə xəyanət edir. Onlar yeganə tanrını tərk edib 360 bütə ibadət edir. Hələ öz evlərinə də müxtəlif bütlər yerləşdirirdilər. Onlar halal-haram bilmirdi. Murdar heyvanlar yeyir, qan içirdi. Yox, onlar vəhşiləşmişdi, onların qəlbi ölmüşdü. Bir hadisə gözlənilirdi. Hər yanı cəhalət, xurafat, nadanlıq, kör-körana təqlidlər bürümüş burada. Deyilməsi belə utanc gətirən adət, bunların yolu, həyatı. Ey tarixin ağrı acısı, sən nələr çəkimsən? Ey məzlum, ey sonsuz acılar şahidi. Sənə edilən zülümlər ağılları dondurur, ürəkləri yandırır, insanı həyatdan usandırır. Bir xəbər gözləyirdi dünya. Bir nicat verənin yolunu çəkirdi gözlər. Uzaq görənləri nə isə qəribə bir xəbər söyləyirdi. O isə dağlara sığınmışdı, səhralara yol almışdı. Cana doymuşdu,
Onun kövrək qəlbi bütün bu olanlara tab gətirə bilmirdi. O buralı deyildi. Bura mənsub deyildi. O səmaların, parlaq ay ulduzların övladı idi. O bəyənilmiş idi. Hamı onu, məhz onu gözləyirdi. Özlərindən xəbərsiz. O daim bu kiçik daldalanacağa gəlir. Öz Rəbbi ilə dərdləşirdi. Onun geniş ruhu və ruhunun gür ışığı zülmətlərə dözə bilmir. Özünə yer tapa bilmirdi. İnsanların zalımlığı, cəhaləti onu çox incidirdi. Bəzən bir ay dağda qalar, Allahla raz-niyaz edərdi. Bu zaman yaşlı bir qadın və bir də bir uşaq ona yemək gətirərdi. Bir xəbər, bir nicat gözləyirdi dünya. Elə bir xəbər ki, insanları zülmətdən nura, cəhalətdən hikmətə, çirkinlikdən təmizliyə, zülmətdən ədalətə, ayrılıqdan vəhdətə, kobudluqdan şəfqətə, müharibələrdən sülhə, bütlərdən, şirkdən təvhidə səsləsin. O, səmanın intizarını çəkirdi. Ona vəd olunmuş vaxtın yaxınlaşdığını hiss edirdi. Artıq 40 yaşı vardı. Qarşıda onu çətin sınaqlar, ittihamlar, müharibələr, məhrumiyyətlər, əziyyətlər, itkilərlə dolu 23 illik peyğəmbərlik gözləyirdi. O müntəzir idi. Onun gətirdiyi ən mükəmməl, mütərəqqi, dolğun, cahanşumul, əbədi bir din olacaqdı. Onun dini dahilər, ülvi şəxsiyyətlər yetişdirəcəkdi. Onun dini bəşəriyyətə məsum rəhbərlər tövbə verəcəkdi. Onun Qur'anı bütün dərdlərə şəfa, bütün çətinliklərə çarə olacaqdı. Bu da ağılsız insanlıq düşmanı, mənafi və nəfspərəst alçaq xislətlərin xəstəliyini daha da artıracaq. Onların bu müqəddəs dinə qarşı məkirli hilələr qurmalarına bais olacaqdı. Amma bilmirdilər ki, aləm Allah Taala'nın sarsılmaz, yenilməz iradəsinə tabedir. O öz dinini hər şeyə rəğmən bütün insanlara çatdırmaq əzmindədir. Oxu, mən oxuya bilmirəm. Oxu, axı mən oxuya bilmirəm. Oxu yaradan Rəbbinin adı ilə. O insanı laxta qandan yaratdı. Çəkilən intizar sona yetmişdi. Amma bu hələ yolun başlanğıcı idi.